Oğlum, qalx ayağa. Mən həm işə gedəcəm, həm də sən daha doğrusu gəl kahvaltıyı eləyək. Zaten bu ilk bölümdür. İşte bir şeyler hazırlayıram. Merak eləmə. Mən sənə yemək verdikdən sonra işə gedəcəm. Sən də evdə otur. Koydum orada Samir'i. Neyse, mən də gedim dükkana. Atam da getdi. Acaba neynəsəm burada oturup. Ama hələ okulumun bitməsinə biraz az qalıb. Neyse, bir çare bulalım. Zaten mən də okulum bitsin, işləyəcəm və atama kömək edəcəm. Ya, əslində düzgün demək gərəkirsə, sabah Samir'in ad günüdür. Neyse, onun falan da sarmalıyım. Biraz hediye alırım. Siz de yorumlarda yazın. Sizce ne hediye alım? Tabacık bir şey bulmadım. Ben de kompüterle oynayayım dedim de aklıma bir şey geldi. Sabah benim ad günümdü. Acaba babam bana ne hediye alacak? Neyse. Aga be. Ve doğum günüm de oldu hakikaten de. Neyse. Dizi hakkında fikirlerinizi de yazarsınız. Bu daha birinci sezonun 1. bölümüydü. Neyse. Sağ olun, selamat kalın.